Cahiliyyə vaxtında dəyəri, qiyməti olmayan adamlar İslam'a gələndə də etdiyi əməl ancaq topluma və dəvətə zərər vurmaq olur. Ədəbi, ərkanı, mədəniyyəti olmayan birinə baxırsan, İslam'a dünən gəlib, illərlə həyatını dəvətə, elmə həsr edən adamın üstünə ədəbsizcə çığırıb, elmi olmayan məsələlərə burnunu soxur. Əmanət edirsən, xəyanət edir. Sir verirsən, dillərdə gəzdirir. Borc verirsən, atıb qaçır. Söz gəzdirir, ara vurur, fitnə salır. Edilən yaxşılıqlara vəfasızlıq edir. Böyüyü də kiçiyi ilə danışığı yox. Cəmiyyət içində oturuşunu, duruşunu bilmir. Mədəniyyəti yox. Öz ədəbsizliyi ilə İslamı kobudca gözdən salır. Dəvətə, əlindən və dilindən əmin olduğunuz kəslərdən başlayın. Gözəl xislətli insanlar İslam'a gəldiyi zaman, İslam'a da gözəlliyi qatarlar.